Uşaqlar, ekranımı görürsünüz siz məni. Yenə görürsünüz bir dənə. Hə, başladı. Səhifə 10. Uşaqlar, bir dəqiqə gözləyin. Birinci birə baxıram. Diqqətli olun. Mən də indi öz kompüterimdən qoşulmadım. Kompüter başıma oyun qalmır gətirirdi. Hə, ekran görünür uşaqlar. Rahatdır. Məlumat. Birinci birə baxıram dostlar. Bilirsiniz ki, növə ilə növə cümlədə inkar yaradır, elə deyil? İnkar ədatıdır. To-la inkara cavab verə bilmərəm. Neither didn't. İki inkar yanaşı olmaz. İkisi de inkardır. Yəni neither özü zaten inkardır. İkinci inkar götürməz. A-nı çıxdın, C-ni çıxdın, B-ni to-ya görə atdın. D ilə Y arasında qalanda dostlar, axı biz dedik sonla təsdiq cümləyə cavab veririk. Sonra hansı cümləyə cavab verilir? Təsdiq cümləyə, elə deyil. Ona görə D də gedir, qalır doğru cavabınız Y variantı. Yadınızda saxlayın. Bunu izahda da qeyd eləmişdim. Ayzə deməli həmişə əgər cümlənin sonunda gəlirsə o cümlə inkarda olmalıdır. Bax fikir verin nevə yazıb. Nevə sözü olmasa burada bu cümlə yanlış olardı. Yəni bəzən tələbələr fikirləşir ki, Ayzə özü cümləni inkara çevirir, yox əksinə. Burada sadəcə Ayzə inkar ədatı kimi istifadə olunub. Naizədir cümləni inkara çevirən və görürsüz deyirəm ki, naizə varsa ikinci inkara ehtiyac yoxdur. Amma cümlənin sonunda gələn Ayzə cümləni inkara çevirmir. Mütləq yanında nə olmalıdır? Əlavə bir dənə. İnkarı. Mütləq şəkildə. Məsələn, sualınızdan əlavə bir şey də göstərim. Baxın üçüncü cümləyə. Üçüncü cümlə səhvdir. Məsələn, altıncı testdə üçüncü cümləni sən götürə bilməzsən heç vaxt. Çünki Ayzə heç vaxt təsdiq cümlənin sonunda nə eləməz? Gəlməz. O cümlə nədə olmalıdır? Həmişə inkarda olmalıdır. Elə deyil. 11-in neçəsini uşaqlar deyin. E, D-də uşaqlar sona biz təsdiqə cavab veririk. Yadınızda qalsın. Baxın, sodur, sonra əlavə mən sizə hansı ədatları yazmışdım? Kim deyər? Özüm yazdım birini. Başqa? Also, as well, as well. Bunlar uşaqlar təsdiqə verilən cavabı bir daha təkrarlayıram. Əgər cümlən sən inkardadırsa, nevə ilə inkar cümlə sənə veribsə, sən heç vaxt gətirib ona sonla cavab verə bilməzsən. Yadınızda qalsın. Yaxşı? Uşaqlar, bat olanda yaza bilərsiniz. Məsələn, batın da öz qaydası var idi. Yadınıza gəlir. Hı -hı. Bat çünki bilirsiniz də qabaqda testlərdə var zaten. İndi inşallah çıxar qabağımıza baxarıq. Batda bilirsiniz ki, əvvəl təsdiqsə sonra nə olmalıdır? İnkar. Bu da batın öz qaydasıdır, aydındır. Batın öz tələb elədiyi qaydadır. Hı. İkiyə baxaq uşaqlar. İkidə kimdəsə səhvdir. Baxın, birincisi yenə də mən sizə demişdim. Bunu belə yadda saxlayırsan. Neither do I, so do I. Do'lar ortada olur. Yəni mübtədanı həmişə uşaqlar burada neither olanda axırda görməlisən. A da səhvdir, Y də səhvdir. Doesn't inkarlıq yaradıb və mən yuxarıda yazdım. So-la inkara cavab verə bilməzsən, to-la da inkara cavab vermək olmaz. Həm də to inkar cümlədə verilə bilmir. Qalır doğru cavab nə? C variantı. Neither do, say. Sonra aydınsa növbəti. Ekran görünür uşaqlar. Deməli biz sizlə danışmışdıq ki, uşaqlar, bunu bir dəfə yadıma gəlir, nə vaxtsa demişəm sizə. Bu şey deyilən bir şey var. Rise-la raise. İki dənə feildir. Bəli, bəli, bəli. Rise nədir bəs? Rise deyəndə raise. Biri rise'dır, biri raise'dir. Uşaqlar, bir də yazın bura. Baxın, rise yox, qalxmaqdır, qalxmaq. Raise qaldırmaqdır.
Qaldırmaq. Bəli, yəni məsələ bilirsiniz nədə bitir? Bu əslində özündən sonra tamamlıq gəlib gəlməməsidir. Mən beyninizi qatmamaq üçün bura isim yazıram. Yəni tamamlıq yazanda biraz tələblər çaşdırırlar. Tamamlıq nədir? Uşaqlar, rise-dan sonra heç vaxt isim gəlməz. Üstünü xəttləyirəm. Çünki təsirsiz feildir. Məsələn, rise a question yazıb. Yəni sual qalxmaq. Bu özünüz deyin də. Necə ola bilər sual qalxmaq? Amma sualı qaldırmaq ola bilər. Bəli, deyirsən iclasda 5 nəfər 10 dənə sual qaldırdı. Yəni sual dedi anlamında. Aydındır. Rise-ın özdə keçmişi uşaqlar olur belə. Rose, Rose yazılır, kökündən dəyişir. Unutmayın. Raise-in keçmişi isə qaydalıdır, id ilə düzəlir. Və gəlirəm mən testə qayıdıram. Baxıram ki, testdə bir də gözləyin. Buradayım testim. Baxıram ki, testdə uşaqlar rise-dan sonra burada isim gəlib. Olmaz, biri çıxdım. Bir də do a mistake deyil, make a mistake-dir. Yadınızda qalsın. M. Make a mistake. M. Bax, belə yadda saxlayıram. M. Make a mistake. 4-də gedir, qalır 2-3. Go sightseeing gəzməyə getməkdir. Görməli yerləri gəzmək. Raise a question da bayaq dedim. Sual qaldırmaq. Aydındır. Sonra 3 olur axı 5-də. Cavabı ki səhv yoxlamısan. Bax, make o make-dir. Do-la vermirlər. Make-lə verəcəksən onu. Yox, to-dan söhbət getmir ki, uşaqlar. Phone call ifadəsi make-lə verilir. Make a phone call. Ona qalsa to-nu ilə make-lə də veririk də. Söhbət bunun ifadə kimi make a phone call olmasıdır. Necə ki, sən gətirib burada do yaza bilmirsən, do a cup of coffee. Nə deyirsən? Make a cup of coffee. Bu da eyni ilə bir də make olmalıdır. Sonra məsələn uşaqlar 4-ə baxın, 4-də do good olur. Do good. Yaxşılıq etmək. 5-də isə nə olmalıdır? Do yox nə olur? Make progress. Make progress. Ona görə 2-3-dür doğru cavab. 4. Ümumiyyətlə bu şeylərin qabağında Z olanda nə bildirir? Kim deyər? Millət. Müəyyənlikdən əlavə uşaqlar milliyyət bildirir. Fransızlar deməkdir. Burada söhbət bir nəfərdən gedir. Mən nəyə görə deyim ki, o fransızlardır? Heç mənasızdır. Amma o fransızdır deyə bilərəm. French fransız mənasında gedər. Amma qabağına Z qoyanda cəmlənir. Olur fransızlar. Və yaxud da 4-ə baxın Frenchman. Fransız şəxslər, insanlar, kişilər. Bu da cəmdətdir uşaqlar. Mən nəyə görə deyim ki, o fransız kişiləri deyir, cəmdə verim. Axı təkdədir. Bəli. Qalır doğru cavab nə? Bindən 3. 2-də problem var. The French cəmdədir. Yaxşı. Boşdur. Sonra uşaqlar. 7 dediniz. Uşaqlar 7-də bax sizə bu qəbula ən çox düşən versiyalardan biri də budur. Təbii ki, sizə açıq düşmür. Onu dəfələrlə deyirəm. Qəbulda sizə qapalı düşür suallar. Sınavda olduğu kimi. Yəni qapalını yazmaq daha rahatdır, ona gətirmək istəyirəm. Məsələ nədir? Əgər mən Nayzə ilə cavab verirəmsə, yuxarıdakı cümlə nədə olmalı dostlar? Yox, dialoqdan əlavə deyim, sən Nayzə ilə cavab verirsənsə, lap belə yan-yana olsun. Sənin cümlən nədə olmalı ki, Nayzə ilə cavab verirsən? İnkar, elə deyil. Birincisi bir getdi, bir təsdiqdir. Atıram gedir. Qalıram 2, 3, 4 uşaqlar. Bir də burada görürsünüz have yazıblar. Bu have elə belə verməyib ki. Bu sənin nəyindir? Köməkçi feilin. Sən elə cümlə tapmalısan ki, onun köməkçi feili nə olsun? Have has olsun ki, götürə biləsən. Və siz də bilirsiniz ki, uşaqlar, have has köməkçi feil olması üçün özündən sonra nə gəlməlidir mütləq? Bu yox, V3 gəlməlidir. Bəli. Baxıram ki, 4-də də uşaqlar V3 gəlməyib. Görə bilirsiniz, ready. Ready nə deməkdir? Hazır, sifətdir. Bu izin qısaldılmışıdır. Bu artıq is deməkdir əslində. Amma 2 bəli düzdür. Bax, has, sin V3 gəlib. 2-ni götürürəm.
Bir də üçdədir ki, uşaqlar özləri açıq-aydın yazıblar da bura. Hasn't been invited. İndi deyə bilərsiniz ki, müəllim, niyə görə has yazmadım? Uşaqlar, has yazmama səbəbin odur ki, bu brothers'dır. Elə deyil, cəmdədir. Yəni cəm mən nətər götürüm has yazım? Aydındır. Ə, uşaqlar, izin axı have-lə verə bilməzsiniz köməkçi feil. Yəni harda görülüb is olan cümləni have-lə verim? Və bura belə bir cümlə yazıram. Yəni bir mənalı uşaqlar, bu köməkçi feil məsələsini anlamaq lazımdır da. Yəni to be varsa cümlədə onu özü ilə düzəldərəm də. Məsələn yazır ki, Tom is never ready. Sən götürüb buna necə deyə bilərsən ki, neither have məsələn I. Niyə görə have-lə deyim? Mən sizə demişdim axı, to be-ni görəndə köməkçi feil to be-dir. Bura nə yaza bilərəm? Neither am I. Aydındır uşaqlar. Yox, o is have deyil uşaqlar. Mən qeyd elədim sizə. Orada əgər ki sifət gəlirsə özündən sonra bu izin qısaldılmışıdır. Aydın fikrim. Hardadır mənim testim? Burada görürsünüz sifət gəlib uşaqlar. Ready. Bu necə həz ola bilər? Həzdən sonra birbaşa sifət gəlməz. Mən yenə təkrarlayıram. Əgər have-in, həzin köməkçi feil olmağını istəyirsənsə özündən sonra nə gəlməlidir? Deyil. To be-dəki uşaqlar yenə deyirəm, to be-nin köməkçi feili özüdür. Yəni izdirsə əmizar ola bilər. Yəni onların daxil olduğu qrup nədir? Əmdir, izdir, arıdır. İndi mübtədəyə görə dəyişir. Cəmdədirsə ar yazaram, aydısa əm yazaram, təkdədirsə yenə iz yaza bilərəm. Və yaxud da vozdursa vozla başqa hansını vermək olur cüt olaraq? Voz və yaxud da vör. Elə deyil. Bunlar bir cütə daxildir. Will-lə nə yaza bilirik? Mübtədəyə görə shall istifadə edə bilərsən. Aynən V-lə shall verilir. Bunları yadda saxlayın uşaqlar. Primitiv şeylərdir. Hansı birincini? Burada uşaqlar, çünki təsdiqdə də axı bu. Baxın. Təsdiq cümlə necə Nazə ilə cavab verirsiniz? Elə deyil. Buradakı həzdir. Bəli, bəli. Amma təsdiqdir. Fikrim aydındır nə demək istəyirəm. Yəni təsdiqə isə Nazə ilə cavab verə bilməzsən axı. Bəli. Uşaqlar, bunlar primitiv və sadə mövzulardır. Bunları yaxşı mənimsəyin, öyrənin. Qaydalarını oxuyun. Qəbulun düşür. Bax, keçən ilə düşmüşdü, əvvəlki ilə düşür. Bunları öyrənin. Təsdiqə təsdiq, inkara inkar, nə bilim, köməkçi feil nədir, əmizar nədir, həv nədir, həz nədir. Bunların izahlarının hamısını bir-bir demişəm sizə. Oturun, qeyd eləyin, yazın. Bəli, Qəmbər. Bax, o, o tak suallarıdır, bəli. Tak suallar. Bəli, bəli. Sonra uşaqlar deyin. Məsələn, uşaqlar, 8-ə baxın yenə. Kimin problemi varsa bu mövzu ilə bağlı 8-ə diqqətlə baxsın. Baxın, cümlə təsdiqdir. Bax, hamı fikir verir. Bəli, təsdiq. Okey, 4-ü çıxırsan, 5 ələ qalsın. 1-i çıxırsan, getdi. Bax, təsdiq cavab verdim, təsdiq sual verdim, dialoq olduğuna görə. Dialoqda biz dedik ki, sual da təsdiq götürürsən. Gəldim Bata. Batı mən bayaq da dedim, dərsdə də demişdim sizə. Batın öz qaydası var. Əvvəli təsdiqsə, batdan sonra necə götürməlisən? İnkar. Və yaxud da əvvəli inkarsız olan təsdiq. Yəni, bu artıq batında öz qaydasıdır. Okey, təsdiq cümlə kimi yanaşdım. 2 ilə 3-ü götürdüm. Batın qaydasına yanaşanda da 5-i də götürə bilərəm. Deməli, o tətbiq eləmək olur, bəli. Cavab varsa demək eləyir. Sonra, əgər aydınsa növbətini uşaqlar, kimdə problem var, bir də sorur. 8-də problem yoxdur heç kimdə. Başa düşdünüz? Okey. 9. 9 uşaqlar sözlə bağlıdır. Burada deyir ki, bax, qonşularını nə etmə?
Çalış qonşularına etmə. Nə eləmə? Problem yaratma, elə deyil, bezdirmə. Dörddə border bezdirməkdir. Onları incitmə, elə deyil uşaqlar. Amma əks təqdirdə səninlə bir əlaqələrini kəsə bilərlər. 1, 3, 4 olar hər halda. Yəni hər halda mən o brother sözüdür. Bax, respectdir, kömək etməkdir. Yox, hörmət etməkdir. Əsis kömək etməkdir. Grit məsələn nədir? Salamlamaqdır. Bəli, salamlamaqdır. Bax, bunlar uşaqlar müsbət mənalıdır. Əslində elə də olar. Bax, uşaqlar, mənfi ilə birləşib nə olur? Müsbət. Riyazi qayda. Mənfi ilə birləşib müsbət olur. Sonra kimsə 11-də yazmışdı. 11-ə də baxın. 11-də uşaqlar, bax, məsələ nədir? Bax, yenə də diqqətli olun. Apostrof S-dən sonra nə gəlib burada? Demək, bu nəyin qısaldılmışdır uşaqlar? Həzin. Sən deməyi avtomatik variantlardan nəyi atmalısan? İzləri atmalısan. Bax, yenə deyirəm, uşaqlar, diqqətli olun bunlarda. İzləri atdın, okey, bunlar getdilər. Sonra məsələ nədir? Sənin cümlən təsdiqdir, razısınız məndən? Təsdiqə sən Ayzə ilə cavab verə bilməzsən. Onu sizə yazdırmışdım da, bayaq da dedim. Təsdiq cümləyə Ayzə ilə, Nayzə ilə cavab verə bilmirəm. 5-i də çıxdın. Yerdə hansılar qalır? 1, 3, 4. Batın yenə deyirəm uşaqlar, öz qaydası var. Bat əvvəli təsdiqsə, sonrası inkardır. Yəni batı xüsusi bir şey kimi öyrənirsiniz. Elə bir özünə müstəqillik yaradıb. Bu batın öz qaydasıdır. Əvvəli təsdiq, sonrası inkar. Əvvəli inkar, sonrası təsdiq. Ayzənin də öz qaydası var. Ayzə deyir ki, mənim əvvəlimdəki cümlə inkar olmalıdır məni götürmək üçün. Bu Ayzənin qaydasıdır. Və yaxud da Nayzə də bunu istəyir. Nayzə deyir ki, məni yazmaq istəyirsənsə, əvvəl cümləm inkar olsun. So deyir, əvvəlki cümlə təsdiq olmalıdır ki, məni yazırsan. Aydındır. Sadəcə mən bunları qruplaşdırıb demişdim sizə ki, so, to, also, as well. Bu 4 dənəsi təsdiq cümlə istəyir. Nayzə və cümlənin axırında gələn Ayzə, bunlar necə cümlə istədi özündən əvvəl? İnkar. Aydındır. Bat amma yenə deyirəm uşaqlar, Batın da öz müstəqilliyini yaratdı. Bat da deyir ki, əvvəlim təsdiqdirsə, sonram da inkar olmalıdır. Yəni əslində hər bir ədatın özünə məxsus xüsusiyyəti var. Bir dənə sizin üstünüzə düşən bunları əzbərləməkdir. Yəni so-dan əvvəl necə olur, to-dan əvvəl. Onu da ki, mən yenə deyirəm, qruplaşdırıb dedim sizə. Bir daha yazıram, kimin problemi varsa yadda saxlasın. So, to, also və as well. Bunlar bir qrupa daxildir. Bunlar deyir ki, bizdən əvvəl olan cümlə nədə olmalıdır? Nədə olsun bunların cümləsi? Təsdiqdə, bəli. Bir də bunların uşaqlar tərsəsi var, naizə var, nor var, nor ədatı var. Bir də cümlənin axırında gələn, elə bu yana gedirəm, ayzə yazıram. Yazıram cümlənin axırında. İnkar cümlənin axırında gələn. İnkar cümlənin ayzə var. Bunların hansı cümlə istəyir özündən əvvəl? İnkar. Batındakı öz qaydası oldu, elə deyil. Batda da dedik ki, özündən əvvəl inkardırsa, sonra təsdiq, özündən əvvəl təsdiqdirsə, sonrası inkar olmalı. Yaxşı. 11-i dedik. Necə dedin, Nərgiz, səsin getdi. Bəli, bəli. Tamamilə düz deyirsən. Bəli, bəli. İnkar kimi götürürsən. Düz. Sor uşaqlar, deyin. Uşaqlar, only-dən sonra ya a few olar, ya a little olar. Yəni sadəcə few vermək olmaz. Only-dən sonra ya a few olar, ya a little olar. Yaxşı, yadınızda qalsın. Deməli, a article gəlməlidir. İndi də only a lot of, only a few, only a little. Amma sadəcə few olmur burada uşaqlar. Only a few, bu getdi. Sonra
Once burada tomato-nu əvəz eləyib. Əvəzi dərsində sizə demişdim. Əvvəldə isim haqqında məlumat verəndə onu one-la və yaxud da once-la nə eləyə bilirlər? Əvəz eləyə bilirlər. Yəni söhbət burada one və once isim rolunda çıxış eləyib. Və siz də bilirsiniz, so'dan sonra isim gələr, gəlməz. Bu da belə getdi. Qalır yerdə 3, 4, 5. Bəli, saç, özündən sonra sifət isim gələ bilir. Enough sifət isim gələ bilir, problem yoxdur. 4-də də 3 dənə yetişmiş pomidor. Düzdür bu da. İsim gələ bilər, amma sifət isim də gələ bilər uşaqlar. Amma sadəcə sifətdirsə so'dan sonra gəlməlidir. Yaxşı. Və sonra deyirsin, qrammatika rahatdır. Görürsünüz adam necə beynini qatır. Məncə söz və mətn bundan daha rahatdır, nə qrammatika. Hələ bizə üzü yenə deyirəm, uşaqlar, üzdə düşür bu qrammatikalar. Belə çox dərinə getmirlər. 150 dənə qaydası var. İstisnaları çoxdur. Elə valla bundansa söz öyrənib mətn yazmaq bir dəfə adamı şey edir. Necə deyirlər, yormur. Dedim də, baxın, so'dan sonra isim gəlməz. O saça aid qaydaydı uşaqlar. Onları xahiş edirəm. Açın əzbərləyin. Lütfən, please. Bəli. Onun istisnası var. Bayağı qabaqda bir dənə test var, orada deyəcəm. Uşaqlar, bu qaydaları mən sizə çox demişəm. Bunları əzbərləyin. Xahiş edirəm. PDF-in desə atmışam. Hə. Qruplarda olmalıdır. Yəni uşaqlar, nəyi demək istəyirəm? Mənim deməyimlə düzəlmir də. Sən gərək bunu konkret əzbərləyəsən ki, so'dan sonra sifət gəlir, isim ola bilməz. İndi 1% halda olar, onu birazdan deyərəm orada. İstisna bir dənə test var. Saçdan sonra isim gələ bilər ya da sifət isim gələ bilər. Özü bu sənin beyninə yeriməlidir. İndi mən bunu bayaq onu demək istəyirdim. Ha burada deyim sizə. İmtahanda ki mən olmayacağam sizin yanınızda. Yəni orada deyə bilməyəcəm. Saçdan sonra belə gəlir, so'dan sonra belə gəlir. 10 ildən sonra belə olmalıdır. Sən üzü bunları əzbərləməlisən. Yaxşı. Ya dərsdə yadınızda saxlayın. Beyninizə vurun. Çünki dəfələrlə eyni şey səhv eləyirsiniz. Bax, bu dərsdə də səhv elədiniz. Sınağı verirəm, onda da səhv gedir. Bundan əvvəlki dərsdə də səhv idi. Yəni hər dərs bu suallara biz baxırıq. O deməkdir ki, yadda saxlamırsınız, üzdən keçirsiniz. O da ki, qəbulda problem yaradacaq bizə. Düşsə bu sual, böyük ehtimal səhv yazılmış olacaq. Nə olsun ki, sən bu dərsdə buna dəfələrlə baxırsan? Nə olsun ki, mən dayanmadan izah eləyirəm? O demək deyil ki, elə mən izah eləyirəm, əla oldu, hər şey bitdi. Onu gərək sən mənimsəyəsən. Dərsdən sonra da bir dəfə açın, başlayın yazmağa. Müəllim belə demişdi. Rekorda baxın, qeydlərinizi götürün. Onda daha yaxşı yadınızda qalar. Bir şeyi bir dəfə səhv eləmək problem deyil. Okey. Amma uşaqlar o 2 dəfə, 3 dəfə, 4 dəfə bir şey səhv eləyirsənsə, deməli ki, problem yaranır. Deməli nəsə problem var orada. Ya düzgün oxumursan, ya da nəsə bir əyri-ərimtilik var. Okey, keçək oyuna. Neçə dediniz? 16-ya qədər varmış uşaqlar. 16-ya qədər. Bax 13 var, 14 var. Problem yoxdur. 15 var. Gəldim 16-ya. Uşaqlar, 16-da mübtəda xəbər uzlaşmasıdır. Bu da mixed testlərə qarışıqdır. Bu dərs olaraq keçirilmir. Niyə görə? Çünki dərslər boyu deyilir. Məsələn, filan əvəzliyin xəbəri təkdə olur, filan şey təkdə olanda xəbərə S artırırsan və s. Yəni, daim danışırıq biz bunu. Məsələn, mən sizə demişdim, every ilə başlayan cümlənin xəbəri həmişə nədə olmalıdır? Təkdə. Və bax, siz fikir verin, bura ar yazıblar. Ar yox, nə olmalıdır onda bu? İş. Yəni bu qaydadır. Every part of the territories, yəni every'dir, içdir, neither'dir, either'dir. Bunlarla başlayan cümlələrin xəbəri təkdə olmalıdır. Yaxşı, bu belə getdi. Bir də uşaqlar 3-ə baxın. The thing. Görə bilirsiniz, bu təkdədir. Burada izi veriblər. Okey. Atmosferlə uyğunlaşdı. Amma thing'in xəbəri uşaqlar impressdir. Fikir verin. Impresi nə qoşmaq lazımdır bir dənə? Yes. Yes. Çünki bax, bir daha təkrar edirəm. Sing özü təkdədir, impressiz olar da. Çünki uşaqlar, ingiliscə belə bir qayda var ki, feilə sən s qoşmalısan ki, o təkdə olsun. Məsələn, götürək 2 dənə feil. Ən sadə. Baxın, bir go feilini yazıram, bir də yazıram goes feilini. 2 dənə feil. Bunlardan hansı cəmdədir feil olaraq? Cəm feilidir. Birinci cəmdir. İkinci feil nə oldu?
Təkdə. Yəni tələbə amma əksini başa düşür. Elə bilir ki, S qoşanda cəmdə olur, B onu təkdə olur. Amma yox uşaqlar, S-i qoşursan təkdə. İsmin tərsinəsidir. Yəni isimdə biz deyirik ki, S yazıram cəmdə olur. Bu qayda ilə gedir tələbələr fikirləşir ki, hə, feilə də S artıranda cəmdə olmalıdır. Amma əksinə fikirləşin. Yəni isim cəmlənirsə feil nədə olmalıdır? Təkdə olmalıdır. İsmi ki bilirsiniz də, S qoşanda nə olur? Cəmdə olur. Feil avtomatik onun tərsidir. Və yaxud da götürək məsələn sync feilini. Sync özü belə adi qaydada cəmdədir. Cəm yazıram bura. Amma sən buna gətirib s qoşsan, bu olsa syncs, bu cüzə olmalıdır. Təkdir. Və testə qayıdaq uşaqlar. Ey, hə. Bu da olmalıdır. Is uşaqlar atmosferində, atmosfer is relaxed. Amma bu ES-də bəs indi aiddir. Məsələn, 4-ə baxın, İDR-ın xəbəri təkdə olmalıdır, verib təkdə, verib, okey. Votun xəbəri təkdə olmalıdır, verib təkdə, verib. İzi verib təkdə, verib. Hər şey qaydasındadır. Amma 1 ilə 3-də görürsünüz problem yaşandı. Aydındır fikrim. Uşaqlar, əgər sual yoxdursa burada da və bura qədər yoxdursa növbətini deyin. 18, 18. Baxın, bayaq kim idisə bu sual verirdi. Bir dəfə də baxsın buna diqqətlə. Birincisi uşaqlar, fön-3-ə sayılmır. Dedim də sizə elə deyil. E artiklının burada nə işi var? Bu E gedib əvvəl-axır buna aid olmur, olur. 5 getdi. Sonra uşaqlar bir daha yazıram. Bax fikir verin burada diqqətlə. Yazıram bura. So-dan sonra ancaq nə gələ bilər? Sifət isim. Bunu bir dənə şəklini çəkin. Xahiş edirəm. Sifət zərfi üzümü mən çaşdırıcı. Burada şeylər deyil. Deyir o doğrusunu unuttum şeyin. Amma bir dənə istisna məqam var uşaqlar. Saçdan sonra, bax səsli deyirəm bunu, yadınızda qalsın. Qeyd eləyərsiniz. Saçdan sonra uşaqlar maç gəlmir. Bax saç maç, saçmalıqdır. Saç many verilmir. Saç few verilmir. Saç little verilmir. Saç a little, nə bilim, saç a few. Yəni bildiyin bu miqdar göstəricilərini saçla verə bilmirsən. Onun əvəzinə istifadə edirlər so many, so much, sonra başqa so few. Uşaqlar, bir dənə bu halda so'dan sonra isim gəlir. Bir dənə bu halda. Və istisnası sonun bir dənə bu ola bilər ki, isimin istifadə olunması. Sizi qınamıram, uşaqlar, biraz qarışıq qaydalardır, amma nə eləyək, yadda saxlamalıyıq. Və yenə deyirəm, saçdan sonra miqdar göstəriciləri nə oldu? Gəlmədi. Məsələn, saç maç, saç many, saç few, saç a few. Bunlar olmur. Bunlar olmadığına görə onu so ilə verirlər. Məcbur qalırlar, so yazırlar. So many, so much. Və sən də yadda saxlayırsan ki, so'dan sonra əgər mən many görsəm, so'dan sonra əgər mən much görsəm, indi biraz da qabağınıza çıxacaq. So'dan sonra few görsəm, so'dan sonra little görsəm. Yalnız bu halda özündən sonra nə gələ bilər? İsim. İndi uşaqlar, bu isim əgər many'dən sonra gəlibsə nə olmalıdır? Cəmdə olmalıdır. Few'dan sonra gəlirsə cəmdə olmalıdır. Matchdan sonra gəlirsə necə olmalıdır? Sayılmayın. Bir də yadınızda nəyi saxlamalısınız? So, to, very. Bunlardan sonra uşaqlar E artiklı gəlmir. EN artiklı verilməz. Bunu ümumi olaraq yazdım. Niyə görə EN artiklı verilmir yazıram? Çünki bax fikir verin, mən orada so a little yazmadım. So a few yazmadım. Çünki E artiklından istifadə olunmurlar. Və diqqətli olun. So, nə bilim, to və very. Bunlardan sonra gördünüz ki, A artiklı nəsə yazıblar, çıxın getsin. Məsələn, buna görə so a lot of da olmaz. Ucuda mən yazmıram da, so a lot of olmaz, so nə bilim, a little olmaz. Sən bilməlisən ki, an artiklı gəlməz. Biləndən sonradakı gələn versiyaları çıxırsan gedir. Məsələn, bəzən yazırlar, very a kind man. Düşünmədən bunu çıxa bilərsən. Çünki nə olmaz? Veridən sonra nə gəlməz? E artiklı gəlməz. Yaxşı. Qayıtdım testə. İndi uşaqlar, gəlirəm 4-də. Bax, so'dan sonra burada gələn many, much, few görə bilirsiniz 4-cüdə. Yoxdur ki.
Görürsən səhvdir. Yəni biz dedik ki, bir dənə sorudan sonra nə vaxt isim gələ bilər? Ortada nə dayanır? Ya many dayansın, ya much dayansın, ya little, ya few. Elə deyil. Burada sifətdir. Sifət olanda, sifət isim olanda saç yazırlar. Bu belə get. Sonra 3 nəyə görə səhvdir uşaqlar? Ən artiklı fönüçə görə bilirsiniz, uzlaşmaz. Qalır yerdə 1, 2. Elegant fönüçə götürürsən, bir də saçdan sonra sifət, isim gələ bilər. Hı hı. Bəli, əlbəttə uşaqlar, artikl ümumiyyətlə isimə aid olur. Elə deyil, artikl sən nəyə aid eləməlisən ismi? Sonra uşaqlar, deyin. Uşaqlar, 21-də deməli, gərək şeyə görə yazaq da, biraz mənaya görə də. Məsələn, 1-ə ancaq məncə B uyğun gəlir. Başqa bir burada variant uyğun gəlmir. Söz uşaqlar, bu-dan sonra feil gəlməyə də bilər, amma sonda mən sizə demişdim, sözlən olmalıdır, tamamlıq rolunda. Burada axı heç birini tamamlıq eləyə bilmirsən sən onu. Məncə hu bəli, yəni B olar. Ən gözəli odur. Gəlin beynimizi yormayaq. B-yi götürək bura. E, bir yenə deyirəm uşaqlar, axı burada mübtəda var. Sən gətirib hu-nu yazsan, ikinci mübtəda olur axı. Elə deyil. She özü mübtədadır. Niyə yazmır? Gözləyim. Hə, yazdım. Bax, she özü mübtədadır. Hu-nu da gətirib yazsan, ikinci bir mübtəda yaranır. Sən onu vermək üçün gərək axırda bir for-dan, nə bilim, from-dan falan olsun ki, mən sizə dərsdə demişdim, who for, kimin üçün? Olsun başqa bir nitq hissəsi. Məsələn, tamamlıq olsun, cümlə üzvü daha doğrusu. B-ni götürdüm. Who uses this technology in industry? Bu sənayedədir ki, kim bu texnologiyanı istifadə elədi? Elə birə B-ni yazanda qalır A variantı. 2-yə A-nı yazırsan, what was she doing? Yəni müsahibə ərzində o nə edirdi? 2-yə A-nı götürdün, okey. 3-ə də uşaqlar veriblər D-ni. Why does she act so rudely? O niyə belə kobud davranır? İndi məsələ nədir? C ilə Y-ni niyə görə götürə bilmirsən? Çünki uşaqlar, bu sual cümləsidir. Sual cümləsində nə olmalıdır? Suala çevirmə. Hanı bunun do'su? Hanı bunun does'ı? Does she climb? Görə bilirsiniz. Yəni deyə bilərsən də müəllim nəyə görə 3 Y-ni götürmədim? O niyə məsələn sual vermək olar da o niyə hasarın üzərindən dırmanıb ya da dırmanır belə götürək. Amma suala çevirməyiblər axı does'la vermək lazımdır, sual cümləsidir. Öz bilirsiniz o ardıcıllığı. Köməkçi feil, mübtəda, sonra nə gəlməlidir? Xəbər gəlməlidir. Eynilə C-də də köməkçi feil, mübtəda, sonra nə gəlməlidir? Xəbər gəlməlidir. Dur uşaqlar. Uşaqlar, other'dan sonra yadda saxlayın. Cəm isim gəlir və yaxud da sayılmayan isim gəlir. Hər halda Mitağı, bu 22-ni deyirsən də. Məsələn, baxın uşaqlar, other'dan sonra sayılan tək isim gəlməz. Bu news'a baxmayın ha. Mən sizə bir dəfə demişdim, elə hər şeydən bir dəfə demişdim. Of olan birləşmələrdə uşaqlar həmişə birinciyə baxın. Yadınızda qalsın bu. Yəni oflu birləşmələrdə ikinci tərəfə baxmırsınız. Nəyə baxmaq lazımdır? Birinci tərəfə. Və birinci tərəfdə də mən görürəm pis sayılan tək isimdir. Other'dan sonra sayılan tək gəlməz. Nə gəlməlidir? Ya cəm ya da sayılmayan. Many'dən sonra cəm isim olmalıdır, pieces olardı. Maçdan sonra sayılmayan olmalıdır. Bu da getdi öz işinə. Qalır 1 ilə 5. Ən adırda o zaten ən artiklını görürəm mən. Əndən sonra sayılan tək isim gələr. Birdə də uşaqlar Z artiklını görürəm. Yəni the other özündən sonra üçünü də götürə bilər. Sayılmayan da gələr, sayılan tək də gələr, cəm isim də gələr. Yaxşı? Yox. Buyursun qabağına xətt qoymuşam. Azərdən sonra uşaqlar cəm isim ya sayılmayan, cəm ya da sayılmayan. Sayılan tək isim gələ bilməz. Yaxşı.
Uşaqlar, bu hissələr, bax, konkret əzbərdir uşaqlar. Bax, yenə deyirəm, bilirəm, təkrar-təkrar deyirəm bunları. Amma yəni demək məcburiyyətindəyəm. Yəni bu sırf izahla həll olunan bir şey deyil. Mən səhərə qədər izah edirəm, orada problem yoxdur. Sadəcə mən qəbuldan narahatam ki, belə düşsə problem yaradar sizə. Kim ki əzbərləmir, yadda saxlamır, bu problem yaradacaq. Bir baldır da bu da niyə getsin? Oturun qəşəng-qəşəng əzbərləyin strukturunu, atmışam sizə strukturlu şeylərlə, daha doğrusu qruplaşdırılmış versiyada. Sonra, uşaqlar, deyir ki, o çəki, buton nə deməkdir? Artırmaqdır, elə deyil. O çəki artırırdı. Bunların arasında bax, mənaya görə ən uygunu hansı olar? Bax, keçən gecə nə baş verir? Deyə olar? Yox. Baxmayaraq ki, o formunda deyildi. Bu da uşaqlar düz gəlmir. Yəni, o çəki artırırsa zaten formunda olmayacaq. Niyə görə mən baxmayaraq ki, deyim? Mənasız gəlir. Sonra o bunu bacarmır. Bu da əlaqəsizdir. Sonra deyir, həddindən artıq baha idi. Expensive baha deməkdir. Bu da getdi. Qalır nə? Y variantı. O qaçmağı dayandırdığı vaxtdan nə eləyir? Çəkisi artır. Y. Üçüncüdə də uşaqlar yazıb o çox istedadlı oyunçu idi. Y zaten getdi. Elə deyil, çıxdım bunu. İstedadlı oyunçu idi. Keçən gecə nə baş verdi? Olar, olmaz. Həddən artıq bahalı idi, olmaz. A'da da yazır ki, o bunu etməyi bacarmırdı. Burada uşaqlar, player, bilirsiniz, he cannot do it. Yəni, söhbət nəsə bir şeydən gedir də, it nə deməkdir? Əşyadan, ya nədənsə. Bu, biraz elə bir ki, əlaqəsiz olur tərcüməsi. Bunda çıxıram, amma B-ni götürə bilərəm. Elə biləm B-dir burada. Though he is out of form. Yəni, baxmayaraq ki, o formundan kənar idi. Formundan kənar bilirsiniz nə deməkdir uşaqlar? Yəni, fit deyil də, başa düşürsünüz, amma istedadlı oyunçu idi. Birə də ki, təbii ki, nə yazmışsınız? Bir də uşaqlar, yenə deyirəm, A-nı yenə də tərcümə edirəm. Hər halda A yazıb, kim səhv yazıbsa bura. Bu düz gəlmir tərcüməsidir. O çox istedadlı oyunçu idi ki, o bunu etməyi bacarmırdı. İstedadlı adam necə bunu etməyi bacarmasın? Peki səhv deyirəm, elə deyil. Bir adam istedadlıdırsa, niyə etməyi bacarmasın? A səhvin tərcümə düzgün yoxdur. Amma B belə götürəndə uyğundur. Baxmayaraq ki, yəni ki, formundan uzaqdır, yəni necə deyirlər, amma şeydir də, çəki artırır. Yox, istedadlı oyunçu. Mən də qatdım. Sonra, uşaqlar, mən 26-da bir dənə bir şey deyim, 27-də keçə, digər hissələrinə baxmıram 26-nın. Bax, mən bunu deyirdim. Sonradan sonra gələn menini görürsünüz. Meni gəlibsə, deməli, isim nə eləyə bilərəm? Götürə bilərəm. Yəni, uşaqlar, bu istisna məqamdır, 1% haldır. Bax, burada yazdım. So-dan sonra many, much, few, little görürəmsə, yanında isim yaza bilmərəm. Yaza bilərəm daha doğrusu. Bunun da səbəbi nə oldu? Çünki saçdan sonra bunlar nə eləmir? Gəlmir. Elə deyil. Məsələn, gətirib uşaqlar, bura yazsaydı ki, fərz eləyin, saç, many, gözləyin. Saç meni, biraz sərgəsi yazdım uşaqlar olsun, amma da nə eləyək? Saç meni nə bilim, sadə bir şey yazıram. O uzun söz də yaza bilməyəcəm, books yazıram. Baxın, bu səhvdir. Saçdan sonra meni gəlməz. Onun yerinə yazmaq lazımdır. So many books, bəli. Yəni bir dənə yadda saxlayıram ki, so'dan sonra many, much, little, few görsəm, bu zaman özüdən sonra isim gələ bilir. Sonra 27. Uşaqlar, 27 görürsünüz ki, inkar cümlədir, elə deyil. 27 inkardadır. Bayaq danışdıq. So'dan əvvəl gələn cümlə nə olmalıdır? So'dan əvvəl təsdiq. Sonra also-nu inkar cümlə götürmək olar, vermək olar. Xeyr, getdi. Qaldı C ilə D arasında. İndi əziz dostlar, siz burada was-u görmüsünüz, hər ikisinə was yazmaq istəmişsiniz. Amma bu cəmdədir axı. O demək deyil ki, was-u görəndə hər yerə was yazıram. Was-un bir dənə də dostu vardı. O nədir? Were.
Eyni şeydirlər. Sadəcə vörü nə ilə verməliyəm? Cəmlərlə. Burada was yox, nə olmalıydı? Were olmalıydı, bəli. Doğru cavab nə qalır? Sonra bu qəbula düşüb 27, 2 dəfə özdə. Axırıncı dəfə 2021-də idi, səhv eləmirəmsə. Ə, A-da Aysel, sən sual verdin. A-da ona görə olmadı ki, uşaqlar. Yenə deyirəm, axı not inkardır dostlar. Bayaq yazdım. So özündən əvvəl necə cümlə istəyir? Siz cavab verin. Təsdiq istəyir. Axı not inkardır. Sən so-la nota cavab verə bilməzsən. So-la, also ilə uşaqlar. Aha, necə? Hmm. Heç uşaqlar, onu deyib beyninizi qatmıram. Əsas bir dənə so-nu gördüm, elə deyil. So-la təsdiqə cavab verməliyəm. Sil getsin. Ya nə bilim, also. Also ilə mən nəyə cavab verirdim? Also da əvvəl necə cümlə olmalıdır? Təsdiq. Elə deyil. Axı burada notu yazıb, bu boyda inkar var. İnkara heç vaxt uşaqlar so-la, also ilə, to-la, nə bilim, əzbellə bunlarla cavab verməyə çalışmır. Nice ilə cavab verə bilsən sadəcə insect cəmdədir deyə was yox, nə olmalı idi bu? Bir daha deyirik. Were. Getdi D variant. Allah. Sonra aydınsa növbəti. Uşaqlar, else-dən sonra isim gəlməz. Yadınızda saxlayın. Bu dərs əvəzin, xırdalıq şeyləri də var. Bugün bunları yenə deyirəm. Yazıb öyrənən uşaqlar. S-dən sonra isim gəlməz. Amma, yəni istisna məqam, S-dən sonra apostrof S olsa isim gələr, gələ bilər. Yəni S-in özündən sonra birbaşa isim gəlmir, amma apostrof S qoşsam nə eləyə bilər? İsim gələ bilər. Yəni bildirir. Məsələn, məsələn, kiminsə çantası tutaq ki, belə bir şey. Ümumiyyətlə uşaqlar, else istifadə edirlər daha çox şeylərlə. Sizə mən deyim. İstifadə edirlər sual əvəzlərini. Məsələn, baxın, what else? Məsələn, başqa nə? Else-in mənası başqa deməkdir. Məsələn, deyirsən ki, what else did you buy? Did you buy? Başka ne oldu? Bəli, did you buy? Başqa nə aldın tutaq ki? Və yaxud da daha çox törəmələrlə verirlər. Somebody else, nobody else yazaq, somebody biraz mənə düz gəlməyəcək, amma istifadə eləmək olar. Nobody else has gone. Baxın, başqa heç kim gəlməmişdi. Sadəcə uşaqlar, belə də ola bilər. Məsələn, baxın, somebody bir dəfə qəbula düşüb. Somebody else's apostrof s başqa kimsənin həyat yoldaşı, husband. Baxın, görürsünüz? Apostrof s-dən sonra nə gəldi burada? İsim gəldi. Amma burada uşaqlar apostrof s olmasa bu öldür isimlə verilə bilməz. Yaxşı. Bu belə. Sonra qayıdıram yenə kitaba uşaqlar. Adresdən sonra isim gəlməz. Bunu artıq məncə bilməlisiniz. FU-dan sonra da necə isim gəlməlidir? Cəm isim gəlməlidir. Yerdə qalır 2 ilə 4. Uşaqlar 30 da səhvdir. Yoxsa baxaq. Kimdəsə səhv var uşaqlar, baxın. İstisamizdə də səhvlər var. Birinci 30-u deyim, sonra 28. Uşaqlar, 30-da baxın. Sizə inkar verib. Yenə də deyirəm, inkar cümlədir. Elə deyil. İnkar cümləyə sağ olsun, elə hamısı inkardadır. Hər şey qaydasındadır. Sadəcə məsələ nədir uşaqlar? Ayzə cümlənin əvvəlində gəlməz. Bayaqdan harada görürəm cümlənin harasında gəlir bu? Sonunda. 3 getdi. Uşaqlar, 2 gedir. Niyə görə? Nordur, naizədir. Bunlar cümlənin əvvəlində gəlir. Amma mübtəda harda olmalıdır bunlarda? Axırda. Bir də əlavə olaraq nor özü zaten inkardır. Haven't-a nə gərək var? 2 də səhvdir. Qalır 1, 4, 5. Bax görürsünüz, düzgün quruluş. Naizə gəldi. Sonra have gəlir, sonra mübtəda. Nor, sonra köməkçi fe'l mübtəda. Bir də ki, hər şey qaydasındadır. I haven't, Ayzə kimi vermək olar.
Aizi cümlənin altında gəlir. İnkar cümlənin sonuna. 1, 4, 5. 5. 3-də aizi cümlənin əvvəlində gəlməz. Harda gəlir? İnkar cümlənin axırında. Uşaqlar 28-də bax heç düşünmədən which of yaz. İnterogativdə demişdim sizə. Of varsa, bunların arasında hansını yazmaq olar? Baxın. Which. Bəli. What kind of da olar, how many of da olar. Amma indi onlar yoxdur da variantların arasında. Amma rahat which of yaza bilərsən. Yəni of'u gördümsə which'i yaz. Çünki what of ifadəsi ümumiyyətlə yoxdur uşaqlar. What of. Sözdür, what writer ola bilir istifadə eləyirlər. What news istifadə eləyirlər bəzən. Yəni ki, whatdan sonra əksində canlı ismin gəlməyi biraz düz sayılmır, amma bəzi məqamlarda verirlər. Amma which daha belə yerinə oturur. Həm oflu versiyada, həm də ki, belə writer news'dan da. Bu zaten olunur. Which-dir, nə bilim, what kind. Məsələn, what kind də yaza bilərdi bura. Amma what kind yazsa idi, sən onu ikiyə yaza bilməyəcəkdin. What kind-in of harasında olmalıdır? Düz dibində olmalıdır. What kind of. Aydındır. Belə. Belə uşaqlar. Bitdi səhviniz. Xoşdur uşaqlar. Yenə bunu mən sonlandırım.